son illərdə 16 min şəhid ailəsinə və müharibə əlillinə, onların ailələrinə dövlət tərəfindən mənzillər vermişdik. Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə yoxdur. İndi müharibələr olub, İkinci Dünya müharibəsi, ondan sonraki müharibələr, mən bilmirəm hansı ölkədə şəhid olanlara dövlət tərəfindən mənzillər verilir. Bəlkə verilir, amma mən bilmirəm, eşitməmişəm. Minik avtomobilləri verilir. Biz müharibə zamanı əlil olmuş hərbiçilərə dövlət tərəfindən ən müasir protezlər təmin etmişik. 500-dən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Və bu ən son model olan protezlərdir ki, onlar müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bu fizioloji nöqteyi nəzərdən dəyişməyə ehtiyac var. Amma bunu biz edirik, bizim vətəndaşlıq borcumuzdur o insanlar qarşısında. Bir sözlə, bu istiqamətdə hələ mən sosial infrastruktur layihələrini qeyd eləmirəm. Azərbaycanda son 20 il ərzində 3600 məktəb tikilib və əsaslı təmir edilib. Yüzlərlə xəstəxana. Yəni, bu bizim siyasətimizin, o cümlədən iqtisadi siyasətin ayrılmaz hissəsidir. Və yenə də deyirəm, nə qədər iqtisadiyyatımız artsa, o qədər də ilk növbədə sosial məsələlərə də diqqət yetiriləcək və maliyyə ayrılacaq.